Salam əziz dostlar. Mən bugün say sistemləri haqqında danışmaq istəyirəm. İlk növbədə gəlin onluq say sistemindən danışaq. Onluq say sistemində bildiyimiz kimi 10 ədəd rəqəm var. Yəni 0-dan 9-a qədər rəqəmlər onluq say sistemindəki ədədləri formalaşdırır. Bəs misal üçün 7, 8, 9. 9-dan sonra necə ifadə eləyəcəyik ondan daha böyük olan ədədləri? Axı bizim rəqəmlərimiz 9-da bitir. Bunun üçün təkliklər mərtəbəsi dediyimiz ən sağdakı rəqəm 9-a çatanda o sıfırlanacaq və ondan sonraki, yəni ondan daha üst mərtəbə, onluqlar mərtəbəsindəki rəqəmin üzərinə 1 əlavə olunacaq. Baxın, buradakı kimi görəcəksiniz. İndi 8, 9 və 9 sıfırlanır, ondan üst mərtəbə 1 artır. Və eyni qaydada hər zaman istənilən mərtəbədəki rəqəm 9-a çatanda, 9-dan daha yüksək rəqəm olması üçün daha 9-dan artanda, 9-dan daha çox artanda sıfırlanır və ondan bir üst mərtəbənin üzərinə 1 əlavə edirik. Bəs sizcə bu qayda bütün say sistemlərində eynidirmi? Bəli, doğrudur, eynidir. Bütün say sistemlərində 2-lik, 8-lik, 16-lıq, bütün digər say sistemlərində də eyni qaydadır. Məsələn, 2-lik say sistemində 2 dənə rəqəm var, 0 və 1. Baxın, 0 və 1 rəqəmləri var yalnız. Necə oldu? Gəlin mən bunu əvvəldən sizə göstərim. Burada 1, 1, 1. Yalnız 0 və 1-lərdən ibarətdir bildiyimiz kimi ikilik say sistemi. Birdən böyük rəqəm yoxdur. Bu bir vahid artanda, burada birdən daha böyük olmadığına görə sıfırlanacaq. Ondan daha üst mərtəbədə yenə 1 artacaq və ondan da böyük olmadığına görə bu da sıfırlanır. Ondan sonraki də sıfırlanır və ən sonda 1 bu mərtəbədə olacaq. Gördüyünüz kimi bu cür hamısı sıfırlanır və 1 gəlir. Digər say sistemləri də eyni ilə bu cürdür. Yəni 8-lik say sistemində 8 dənə rəqəm var, 0-dan 7-yə kimi. Və 7-dən daha böyük olmadığına görə 7 artmaq üçün sıfırlanacaq, ondan daha üst mərtəbəyə 1 əlavə olunur. Diqqətiniz üçün təşəkkür edirəm. Bu mövzunu davam etdirəcəm. Say sistemlərindən bir-birinə keçməsi ilə bağlı davam etdirəcəm. Məni izləməyi davam edin. Təşəkkür edirəm.